kim xidmət eləyir cənnətdə? Süfrə sahibi kimdir? Hansı mələkdir, hansı huridir, hansı xidmətçidir? Heç biri. Nuzulən min rahim, nuzulən min qəfurir rahim. Bağışlayan və mehriban Allahdır bu süfrənin sahibi. Süfrə sahibi odur. Özü xidmət eləyər. Elə ki, susuzlayarlar cənnət əhli, bu dünyanın susuzluğundan deyil, dodağın qurusun, yox. Eşq teşnəliyi olur orada. İnsan eşqdən istəyir. Eşqdən istəyir nəsə susuzluğunu yatırsın. Deyir, ona şərab verərlər cənnətdə. Amma bu dünyada içilən o haram şərabdan yox. Cənnət şərabı nədir? Mərifət şərabıdır. Mənəvi məstlik gətirir. Şeirlərdə görmüsünüz, şərabdan danışanda meydən, saqidən danışırlar. Qədimlər saqi o şərabı paylayana deyirdilər, saqi, səqqa. Bu şərabın saqisi kimdir? Bu ayələr məst eləyir adamı, bilirsiniz. Buyurur ki, səqahum rabbuhum şərabən təhura. Rəbləri onların saqisidir, onları sirab eləyər pak şərabla. Yəni öz əlindən su içərlər, məcazi desək, məcazi mənada desək.